Qısa bir kəlmə Allah bizə tərif verir. Günahdan bir vəsvəsə gəlsə, şeytandan bir vəsvəsə gəlsə, nəfs istəsə ki, günah elətdirsin, neynə? Qısa bir kəlmə Allah bizə tərif verir. Bir kəlmə dərman deyir Allah. Fəstəizu billah. Allaha sığın. Allaha pənah var. Nə gözəl dərmandır. Gördün ki, alınmır, bacarmırsan, şeytan üstələyir səni. Qayda var da, sığın Allaha. Fəstəizu billah. Qaç Allaha tərəf. Dua elə, həmin an əlvi qaldır Allah dərgahına. Məsələn, Şeyx Rəcəbəli Xəyyatın bir tərifi var idi də, bir düsturdur. Deyirdi, gördün ki, sən gözün baxmaq istəyir günaha, dərhal dinən ki, ya xeyrə həbibin və məhbubin. Ey ən gözəl sevimli, ey ən gözəl sevgili. Allaha yəni münacat elə. Yəni Allaha denən ki, ilahi düzdür ürəyim istəyir, baxım. Düzdür ürəyim istəyir, edim. Düzdür ürəyim istəyir bu günaha batım. Amma dərhal səni yada salıram ki, sən ən xeyirli həbib. Sən